Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, zülmətdən nura doğru verilişimizin növbəti buraxılışını sizə təqdim edirik və hər birinizi xoş gördük. Allahdan hər birinizə uğurlar və müvəffəqiyyətlər arzuluyuruq. Qədirxum hadisəsi dinimizdə, İslam tarixində ən mühüm hadisələrdən biridir. Qədirxum hadisəsini iki hissiyə ayırmaq olar. Bir tarixi nöqteyi nəzərdən bu hadisəyə yanaşmaq olar. Bir də mənəvi və irfani nöqteyi nəzərdən. Yəni, bu hadisənin insanlara demək istədiyi sözlər və verdiyi mesajlar. Tarixi cəhətdən, bəli, hamımız az-çox bilirik bu hadisə necə baş verib. Həccətül vida, yəni Peyğəmbərimizin vida həcci olub, hansı ki, ölümündən bir neçə ay qabaq və Həccətül Vidada Peyğəmbərimiz sonuncu həcdən qaydanda Qədirxum deyilən bir yerə gəlib çatır ki, ora bir neçə yolun kəsişməsi olur, yəni Yəmənə, Misrə gedən yolların kəsişməsi olur və ora gəlib çatanda Cənab-ı Cəbrəil Maidə surəsi 67-ci ayəni gətirir ki, Ya əyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min rəbbik. Ey Rəsul, ey elçi, yəni Peyğəmbərə xitabən buyurur ki, çatdır Allahın tərəfindən sənə nazil olanı fəilləm təfəl fəma bəlləğtə risalətəh vəllahu yəsimukə minən nas. Əgər bu işi görməsən, sən öz risalətini yerinə yetirməmsən, Peyğəmbərliyini yerinə yetirməmsən və Allah səni insanlardan qoruyacaq. Allah tərəfindən çatdırılacaq şey nədən ibarətdir? Bu ayə Peyğəmbərimizin ömrünün sonlarında nazil olub deyə, bu mümkün deyil namazla bağlı olsun, orucla bağlı olsun, cihadla bağlı olsun, həclə bağlı olsun. Çünki bu mövzularla bağlı bütün məsələlər deyilmişdi və onları bəyan etməyə heç bir ehtiyac yox idi. Peyğəmbər bütün hökmləri, şəri, əxlaqi, etiqadi məsələləri insanlara çatdırmışdı. Və bu ayədən də görsənir ki, çatdırılası çox mühüm bir məsələ qalıb. O da ümmətə rəhbərlik. Yəni, Peyğəmbərdən sonra Peyğəmbərin yerində Peyğəmbərin digər səlahiyyətlərini icra edəcək şəxs kimdir? Çünki Peyğəmbərimizin təkcə səlahiyyətləri Peyğəmbərlikdən ibarət olmayıb. Yəni, Allahdan sözü alıb insanlara çatdırmaq olmayıb. Peyğəmbərimizin həm ümmətə rəhbərlik məsələsi də olub, eyni zamanda qazilik məsələsi olub, yəni səlahiyyəti olub Peyğəmbərimizin. Peyğəmbər həm Peyğəmbər idi, eyni zamanda qazi idi, eyni zamanda da rəhbər idi. Yəni, Peyğəmbər eyni vaxtda bir neçə səlahiyyəti icra eləyirdi ki, onlardan da biri Peyğəmbərlik idi. Və Peyğəmbərlik Allahdan sözü alıb insanlara çatdırmaq deməkdir. Peyğəmbər dünyadan köçəcəksə, Peyğəmbərdən sonra Peyğəmbərlik ehtiyac yoxdur Peyğəmbərliyə. Yəni, kimsə Peyğəmbərin yerində oturacaqsa, o Peyğəmbər olmayacaq. Niyə? Çünki Peyğəmbərlik səlahiyyətlərini icra etməyə lüzum yoxdur, ehtiyac yoxdur. Peyğəmbər Allahdan nə qədər söz almışdısa, onu insanlara alıb çatdırmışdı. Sadəcə burada Peyğəmbərin digər səlahiyyətləri var ki, ümmətə qazilik, ümmətə rəhbərlik, hakimlik, idarəçilik, bax, bu səlahiyyətlər var ki, bunlar da əsas səlahiyyətlərdəndir Peyğəmbərimizin. Çünki Quran-ı Kərimdə nəzər salanda görürük ki, Peyğəmbərimizi Allah Taala təkcə Peyğəmbər kimi yox və digər səlahiyyətlərə malik olan həm də ilahi bir şəxs kimi təqdim edir. Bu ayrıca bir mövzudur. Sadəcə işarə edib üstündən keçirəm ki, Peyğəmbərin yerində oturub Peyğəmbərlikdən başqa Peyğəmbərimizin digər səlahiyyətlərini icra edəcək bir şəxs lazımdır ki, ümmətə çatdırılası məsələ məhz bundan ibarətdir ki, kim olacaq Peyğəmbərin yerində oturacaq şəxs? Bəli, bu məsələ qalıb və məlumdur ki, Peyğəmbər də əgər bunu çatdırmasa, elə bil ki, Peyğəmbərliyini yerinə yetirməyib. Və Peyğəmbərimiz həmin o ayə nazil olandan sonra insanları saxlayır ki, 100 mindən çox, 120 mindən çox insanın orada olduğu deyilir və 2-3 gün Peyğəmbərimiz orada qalır və uzun bir xütbə oxuyur və buyurur ki, mənim burada dediklərimi bütün insanlar
burada olanlar bütün insanlara çatdırsın. O xütbə tarixi hədis kitablarında da mötəbər sənədlərdə gəlib və Peyğəmbərimiz orada insanlardan etiraf alır ki, mən sizə tövhidi çatdırdım, bəli ya Rasulallah. Siz mənim Peyğəmbərliyimi qəbul edirsiniz, bəli ya Rasulallah. Siz qəbul edirsiniz ki, ya mən sizə övlayam. Sonda Əhzab surəsindən bu ayəni oxuyur ki, Ən-nəbiyyü əvla bil-mü'mininə min ənfusihim. Yəni, mənim sizə olan övlalığımı, mövlalığımı, ağa və rəhbərliyimi qəbul edirsiniz? Bəli. Ondan sonra Həzrəti Əli əleyhissalamın əlindən tutaraq qaldırır və buyurur ki, mən kuntu mövla fəhəzə aliyyum mövla. Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır. Yəni, sanki Peyğəmbər mövlalığını ötürür Həzrəti Əli əleyhissalama. Bayaq dediyimiz kimi, Peyğəmbərliyini yox, mövlalığını. Çünki Peyğəmbər həm Peyğəmbər idi, həm mövla idi. Əhzab surəsindəki həmin oxuduğum ayə əsasən ki, Ən-nəbiyyü əvla bil-mü'mininə min ənfusihim. Yəni, mən kimin mövlasıyamsa, Əli əleyhissalam onun mövlasıdır. Yəni, məndən sonra Həzrəti Əli əleyhissalam ümmətə mövla sayılacaq, ağa və rəhbər sayılacaq ki, Peyğəmbərimizin səlahiyyətlərini Peyğəmbərimizin yerində əyləşərək icra edəcək. Və sonradan orada mərasim keçirilir, Həzrəti Əli əleyhissalamla beyət eləyirlər, qadınlar hətta gəlir Həzrəti Əli əleyhissalamla beyət eləyir, bu cür ki, bir təşt qoyulur içərisində su, Həzrəti Əli əleyhissalam bir tərəfdən və qadınlar da digər bir tərəfdən əllərini o suya salaraq Həzrəti Əli əleyhissalama beyətlərini bildirirlər. Hətta məşhur səhabələr gəlirlər Peyğəmbərə, Peyğəmbərimizin bu sözündən sonra Həzrəti Əli əleyhissalamı təbrik eləyirlər ki, siz bizim və bütün müsəlmanların mövlası oldunuz və orada Həssan ibn Sabit şeir deyir ki, Həzrəti Əli əleyhissalamın barəsində ki, ya Rasulallah, sən Həzrəti Əlini bizə ümmətə imam və qaid, öndə gedən rəhbər qərar verdin. Yəni, bu mərasim və bu məsələlər hamısı tarixi nöqteyi nəzərdən baş verib və hamısı onu göstərir ki, burada Həzrəti Əli əleyhissalamın mövlalığını insanlara Peyğəmbərimiz çatdırdı. Bu tarixi nöqteyi nəzərdən. Mən qısa olaraq keçdim. Hətta orada bir hadisə də baş verir ki, Haris ibn Nu'man Fehri adında bir şəxs gəlir, dayanır Həzrəti Əli Peyğəmbərimizin qarşısında. Ya Rasulallah, siz bizə namaz əmri verdiniz, namaz qıldıq, oruç tutun dediniz, oruç tutduq, həccə gedin dediniz, həccə getdik. İndi bu əmin oğlu Əli ibn Əbi Talibi bizə rəhbər qərar verirsən, bu sənin öz tərəfindəndir, yoxsa Allah tərəfindən? Peyğəmbərimiz buyurur ki, əlbəttə ki, mən tərəfdən deyil, Allah tərəfdəndir. Mənim Peyğəmbərliyim də mən tərəfdən deyil, heç siz tərəfdən də deyil. Siz məni yığışıb Peyğəmbər seçməmisiniz ki, məni Allah Peyğəmbər seçib. Mən özümü də Peyğəmbər kimi təqdim eləməmişəm sizə. Allah bunu istəyib və məni Peyğəmbər qərar verib. Yəni, necə mənim Peyğəmbərliyim ilahi təyinatlandır, məndən sonra mənim yerimdə əyləşəcək canişinimin də mövlalığı, təyinatı Allah tərəfindəndir. Nə insanlar tərəfindən, nə də, çünki imamlıq haqqı Quran-ı Kərimdə də var ki, Həzrəti İbrahim Peyğəmbər üçün buyurur ki, İnni cailukə linnasi imama, mən səni insanlara imam təyin edirəm. Yəni, mən səni təyin edirəm. Artıq bu, imamət, vilayət, ümmətə rəhbərlik məsələsi Peyğəmbərimizdən sonra birbaşa ilahi təyinatlandır. Bu nə insanın özü-özünü imam kimi təqdim eləməkləndir, nə də cəmaatın yığışıb bir nəfəri imam kimi təyin eləməkləndir. Yəni, bu birbaşa ilahi təyinatlandır. Bəli, Peyğəmbərimiz buyurur ki, bu mən tərəfdən deyil, bu Allah tərəfindəndir. Orada həmin şəxs deyir ki, ilahi, əgər Peyğəmbər düz deyirsə, mənim başıma bir daş sal. Deyir, bu adam bu sözü deyib, gedib dəvəsinə minənə qədər göydən bir daş gəlir və həmin şəxsin başına düşərək həmin şəxs dünyadan köçür. Yəni, bu tarixi hadisədir ki, tarixdə mən çox qısa olaraq danışdım. Çünki sözümüzün əvvəlində dedik, Qədirxum hadisəsini iki hissiyə bölmək olar. Bir, tarixi cəhətdən necə baş verib bu hadisə ki, isti bir vaxt idi.
İnsanlar hamı gözləyirdi ki, görəsən Peyğəmbərimiz nə deyəcək? İstidən bəziləri deyirlər, tarixdə yazırlar, bəziləri əbalarını başlarına çəkmişdi, bəzilərinin ayaqlarını isti qumlar yandırırdı, dayana bilmirdilər. Hamı həyəcanla gözləyirdi ki, görəsən Peyğəmbər bizi nəyə görə saxlayıb? Axı, hər işi tamamlanıb, həcdən qayıtmışıq, həcc də tamamlanıb. Görəsən, nə mühüm hadisədir ki, bax, bu hadisə baş verir. Ondan sonra, bu hadisədən sonra ayrılırlar və Peyğəmbər də bilirsiniz ki, qarşıdan Məhərrəm ayı gəlir, sonra Səfər ayı gəlir. Səfər ayının 28-i Peyğəmbərimiz dünyadan köçür. Yəni, bir neçə ay ölümündən qabaq bu hadisə baş verir və Peyğəmbərimiz öz yerinə Həzrət Əli əleyhissalamı seçir və ayə nazil olur yenə də. Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Maidə surəsi 3-cü ayə ki, bugün dininizi kamilləşdirdim, neməti sizə tamamladım və İslamdan bir din olaraq razı qaldım. Bu, tarixi cəhətdən baş vermiş hadisə, amma mənəvi cəhətdən, yəni bu hadisə bizə nəyi demək istəyir? Bu hadisə bizə ona demək istəyir ki, Peyğəmbərdən sonra həqiqətən də Peyğəmbərin səlahiyyətlərini icra edəcək bir şəxsin olmasına, ümmətə imam və rəhbər təyin olunmasına həqiqətən də ehtiyac var. Necə ümmətə lazım idi Peyğəmbər gəlsin, ümmətə həm də lazımdır Peyğəmbərdən sonra imam olsun. Çünki o dini gətirəndir, bu dini yaşadandır. Dinin gəlməsinə ehtiyac olduğu kimi, dini yaşatmağa da ehtiyac var. Bir binanı tikməyə ehtiyac olduğu kimi, sonradan onu qorumağa, yaşatmağa da ehtiyac var. Binanı tikməklə deyil ki, o bina hansı təyinat üzrə tikilibsə, deyək ki, bir məktəbdir. Onu bir məktəb kimi sonra qoruyub, saxlayıb, fəaliyyət göstərməsinə, o məktəbi bina eləyəndən əlavə digər bir şəxsə də ehtiyac var ki, bunu həm qorusun, saxlasın, həm də bu məktəb nədən ötürü idisə, o proqramı həmin məktəbdə tətbiq eləsin. Din də bu cürdür, İslam da bu cürdür, Quran da bu cürdür. Quran nazil olub, din gəlib, Peyğəmbər zəhmət çəkib, 23 il ərzində insanlara dini öyrədib. Yaxşı, indi başsız qoyub geçsin, bu mümkün deyil. Bəziləri deyirlər ki, şura öhdəsinə buraxıb. Şura öhdəsinə buraxmaq da mümkün deyil. Çünki bu çox ciddi bir məsələdir. Peyğəmbərdən sonra Peyğəmbərin yerində əyləşib, Peyğəmbərin səlahiyyətlərini icra edəcək adi bir məsələ deyil ki, şura öhdəsinə buraxılsın. Bəli, Quran-ı Kərimdə Şura surəsi var, əmruhum şura beynəhum var ki, möminlər öz aralarında məşvərət eləyərlər, öz aralarında şura təşkil eləyərlər. Amma şuranı o yerlərdə təşkil eləyərlər ki, orada ilahi təyinat yoxdur. Əgər bir məsələdə ilahi təyinat varsa, orada şura təşkil eləməyə lüzum yoxdur, mənası yoxdur ki, adamlar yığışsınlar, alimlər yığışsınlar, o mövzu haqqında bir məsləhət, məşvərət eləsinlər ki, görək nəyi nəcür eləyək. Qardaş, hər şey əgər təyin olubsa, bizim mənası var ki, yığışıb, deyək ki, nəyi nəcür təyin eləyək. Təyin olub da hər şeyin miqdarı da, zamanı da, məkanı da, hər şeyin ölçüləri təyin olub. Biz nəyə görə məşvərət eləyək? Məşvərət eləyə bilərik ki, ya, məsələn, orucluğu Ramazan ayından götürək başqa aya salaq və yaxud da orucluğu bir ay yox, biraz qısaldaq. Namaz üçün biz məşvərət təyin eləyə bilərik ki, gün orta namazların biraz qısaldaq, indi iş çoxdur. Və yaxud da sübh namazını biraz uzadaq ki, onsuz da vaxt çoxdur orada. Yəni o şey ki, fitrə zəkatı haqqında biz, xums haqqında biz, həcc haqqında biz məşvərət təyin, çünki bunlar hamısı təyin olub. Bəli, Peyğəmbərdən sonra ümmətə imamət məsələsi ilahi təyinat məsələsidir. Çünki Bəqərə 124-də Allah buyurur ki, İnni cailukə linnası imama. Həmin ayənin axırında Həzrət İbrahim Peyğəmbərin bir sualına cavab verir. İlahi, mənim zürriyyəmdən də, nəslimdən də Peyğəmbər olacaq. Allah buyurur, La yənalu əhdi əz-zalimin. Mənim əhdim zalimlara çatmaz. Yəni, zülümkar insanlara, şirk eləyən insan, günah eləyən insan, haqsızlıq eləyən insana mənim əhdim çatmaz. Orada da Allah Teala imamət məqamına mənim əhdim deyir. Yəni, görsənir ki, bu məqam Allaha aiddir, ona görə də Allah əgər təyin eləyibsə ki,
Bu cür olmalıdır. Biz yığışıb orada şura təşkil eləyə bilmərik. Bəli, ilahi təyinat olan bir məqama nə şura? Ona görə də qədruhumu hadisəsi bizə öyrədir ki, insanlar düşünməməlidirlər ki, Peyğəmbər ümməti başsız buraxdı, getdi. Peyğəmbər ümmətə özündən sonra rəhbərlik eləyəcək şəxsi insanlara çatdırdı, dini qoruyacaq, dini yaşadacaq, dini yayacaq şəxsi, dini məsələləri açacaq bir şəxsi insanlara təqdim eləməlidir. Çünki dinin bütün məsələləri insanlara açılmadı ki, Peyğəmbər zamanında. Bir qismi açıldı. Çünki Peyğəmbər həm vaxt az idi 23 il ərzində, həm 23 ildə elə bir əlverişli şərait yox idi Peyğəmbərimizin, nə qədər müharibələri, döyüşləri olmuşdu ki, İslamı tam təfərrüatla insanlara açsın. Elə məsələlər var ki, Peyğəmbərimizə heç gəlib sual vermədilər. Elə ayələr var ki, Peyğəmbərimizə sual vermədilər ki, açılsın Peyğəmbər o ayəni, İslamın o hökmünü, o məsələsini açsın. Ona görə də Peyğəmbər dini gətirdisə, dində çox məsələlər var ki, açılmamış qaldı. Onu zaman-zaman açmaq lazım idi. Çünki Peyğəmbərə sual vermədilər. Yeri düşmədi ki, Peyğəmbər o məsələni açsın. İndi o məsələ baş verdisə Peyğəmbərimizdən sonra kim açmalıdır onu? Peyğəmbər də yox. Sual da verirsən, Peyğəmbər yox ki, cavab alasan. Quranda da o məsələ varsa da bizə müəmmalı qalır. Müəyyən məsələlər var ki, heç Quran-ı Kərimdə cavabı yoxdur. Hərçənd ki, Quran cavab deyib ki, hər bir şeyi biz bəyan eləmişik. Amma bir dənə canlı insana, rəhbərə ehtiyac var ki, insanlar gəlsinlər ondan soruşsunlar. Və bu çox ciddi bir məsələdir. Peyğəmbər bunu ümmətin ixtiyarına da buraxa bilməz. Niyə görə? Çünki Peyğəmbərimizin həyatında olub ki, Peyğəmbər qısa bir müddət səfərə gedəndə öz yerinə təyin edib kimisə. Həzrəti Musa Peyğəmbər səfərə gedəndə 40 günlük yerinə Harunu təyin elədi. Yəni, Peyğəmbər və Peyğəmbərlər ümumiyyətlə ümməti qövmü tərk eləyəndə qövmü başsız buraxmayıblar. Çünki hələ Həzrəti Musa Peyğəmbər qövmünə qısa bir müddət ayrıldığına görə Harunu, Həzrəti Harun əleyhissalamı təyin elədi. Hələ bundan belə qaydanda gördü ki, cəmaat buzova sitayiş eləyir. İndi gör, təyin eləməsəydi nə olardı? Peyğəmbər yerinə canişin təyin eləməsəydi nə olardı? Yəni, bunun acı hadisələri ola bilərdi. Bir sözlə fikirlərimi yekunlaşdırıram. O da bundan ibarətdir ki, Peyğəmbər bir gün gəldi, daxil oldu Məscidül Hərama, gördü ki, cəmaat bir-birinə savaşır. İxtilaf var. Məlum oldu ki, qara daş yerindən çıxıb uzaqlaşıb, bu qara daşı yerinə qoymaq lazımdır. Cəmaat qəbilə başçıları bir-birinə ixtilaf edir. O deyir, mən yerinə qoyacam, bu deyir, mən yerinə qoyacam. Peyğəmbərimiz gəlir əbasını sərir, qara daşı qoyur üstünə, deyir, indi hərə bir tərəfdən tutsun, aparaq qoyaq yerinə. Bu cür məsələni həll edir. Peyğəmbər halə həyatında bilə-bilə ki, cəmaat bir dənə adi daşı yerinə qoymaq üstündə ixtilaf elədi. Necə rəhbərliyi ümmətin ixtiyarına buraxıb çıxıb gedə bilər? Mütləq Peyğəmbər özü təyin eləməlidir ki, ümmət ixtilaf eləməsin, insanlar ixtilaf eləməsin. Çünki adi bir qara daşı yerinə qoymaq üstündə cəmaat bir-birinə ixtilaf eləyirsə, gör indi Peyğəmbərin yerində oturub ümmətə rəhbərlik eləmək kimi ciddi bir məsələdə cəmaat bir-biri ilə necə ixtilaf eləyər. Ona görə də Peyğəmbər bunu bilirdi, heç vaxtı da səbəb olmaz ki, cəmaat bir-birinə ixtilaf eləsin. Ona görə də bu ixtilafın da qarşısını almaqdan ötürü qədruhumu hadisəsində Həzrəti Əli əleyhissalamın mövlalığını insanlara çatdırdı. Allah bizi Həzrəti Əli əleyhissalamın mövlalığından, vilayətindən dünya və axirət ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.